Ya Allah, bismillah. Əziz qardaşlarım, dəyərli bacılarım, indi bir video izlədim. Videonun əvvəlində bunu sizə deyim ki, mən sizdən xahiş eləyirəm, hər bir müsəlman qardaşdan, hər bir müsəlman bacıdan, yəni bu videonu izləyən hər bir müsəlmandan xahişim odur ki, bu videoya bacardığınız qədər nəsə yazın, altına bir şeylər yazın, bir amin yazın, nə istəyirsiniz yazın. Yazın ki, qoy bu video yayılsın, müsəlman qardaşlarımız, bacılarımız qoy bunu izləsin, bəlkə kiməsə faydası olar. Bu günləri hər birimiz onun şahidi oluruq ki, bu günləri onlar düşmənlər, Allaha, Allahın dininə düşmən olanlar hamılıqla birlikdə birləşib İslama qarşı savaşdıqları kimi İslam ümməti birləşib hamılıqla birlikdə onlara qarşı savaş apara bilmir. Dünyada İslama qarşı bir savaş gedir. Allahın dininə qarşı, Allahın hakimiyyətinə qarşı, Allahın qullarına qarşı bir müharibə gedir və çox təəssüf ki, onlar necə ki, tam olaraq hamılıqla birlikdə bizə qarşı, müsəlman, mömin qullara qarşı, İslamı yaşayan qullara qarşı birləşib savaşa bilirlərsə, çox təəssüf ki, bizim müsəlman camiyə, yəni dediyim kimi, yer üzündə olan bu qədər müsəlman onlara qarşı savaşıb birlikdə müharibə apara bilmir. Müsəlmanların vahid bir düşməni var. Müsəlmanların vahid bir qibləsi var. Müsəlmanların vahid bir kitabı var. Bu əsəli mövzuları bağlayın və müsəlmanları birliyə dəvət edin. Bizim birləşmək üçün aramızda kifayət qədər nöqtələrimiz var, kifayət qədər. Zərrə qədər ürəyində İslama sevgisi olan insanlara səslənirəm. Ürəyində İslam dininə sevgisi olan insanlara səslənirəm. Biri-birinizi, bir-birinizi təkfir eləməkdən Allaha sığının. Bax, bunu sünniyə də deyirəm, bunu şiəyə də deyirəm, bunu Quran mərkəzli müsəlmanlara da deyirəm. Allaha iman eləyən, Allahın kitablarına iman eləyən, Allahın peyğəmbərlərinə iman eləyən, mələklərə iman eləyən, haqq hesab gününə iman eləyən, müsəlman, mömin, Allaha düşmən olmayan, Allaha açıq-aşkar düşmən olmayan, Allahın dininə qarşı savaşmayan, Allahın buyurduğu əhkamlara, Allahın buyurduğu əmrlərə qarşı savaşmayan, Allahın buyurduqlarına qarşı mübarizə aparmayan insanları mən müsəlman mömin qardaş bacım görürəm. Özünü sünni, əhl-i sünnə və yaxud da özünü şiə cəmaatına aid eləyən və yaxud da Quran mərkəzli müsəlmanlara aid eləyən hamısına səslənirəm. Hamımıza, ümumilikdə hamımıza səslənirəm. Aralarında fərq qoyan hər kəsə səslənirəm. Müsəlman insanların arasında fərq qoyan hər kəsə səslənirəm. Gəlin bunu bitirək, əziz qardaşlar, əziz bacılar. Yanımızda, şəxsən mən qoymuram kimsə yanımda o söhbətlər açsın. Allah şahidimdir, qoymuram. Sizdən də bunu xahiş eləyirəm. Eləməyin, qoymayın. Alim bildikləriniz olsun, müəllim bildikləriniz olsun, imam bildikləriniz olsun, hoca bildikləriniz olsun, fərqi yoxdur. Onlar gəlib bu mövzuları danışanda durdurun onları, susturun onları. Məzhəblərin adını dillərinə gətirib danışanda ki, hə, filan məzhəbə görə belə, bizim məzhəbə görə, durdurun onları həmən. Durdurun, qoymayın onları danışsınlar. Biz hamımız bundan ayrılmalıyıq ki, biz əgər bu günləri hansısa məclislərdə, yəni biz belə düşünürük, onlar belə düşünürlər, bizim məzhəbdə belədir, onların məzhəbində belədir. Bu mövzuları danışanları vallah susturmaq lazımdır. Əziz qardaşlar, əziz bacılar, susturmaq və müsəlmanları birliyə dəvət eləmək lazımdır. Susturmaq və müsəlmanları bir-birinə birləşdirmək üçün səbəb axtarsanız, kifayət qədər səbəb tapasınız. Kifayət qədər səbəblər var, kifayət qədər. 3 nəfərin, 5 nəfərin, 10 nəfərin, 100 nəfər müsəlmanın bir yerə birləşməsi üçün kifayət qədər səbəbi var. Namazı var, orucu var, Kəbəsi var, kitabı var, Qurani Kərimi var, kifayət qədər səbəbi var. Amma olmamalıdır bu cür mövzular. Bizdə belədir, sən də belə elə. Bizdə belədir, onlar kimi olma. Vallahi buraxın bu söhbətləri. Və bu söhbətləri kim eləyirsə onları susturun. Əziz qardaşlarım, dəyərli bacılar. Vallahi düşmənlərimizin məqsədi müsəlmanları, İslamı məhv eləməkdir. Burada nə türkçülük məsələsi deyil, burada nə ərəb məsələsi deyil. İslam, bu bir milli məsələ deyil. Bu hansısa milliyyətə məxsus deyil.
İslam Allahın dinidir. Bütün xalqları, bütün millətləri, bütün insanlığı yaradan Allahın dinidir. Allah bunu ərəb üçün nazil eləməyibdir. Bəziləri bəzən danışırlar ki, ərəbin dilidir, getmişsiniz ərəbin əmrinə. Bu ərəbin dini deyil, bu Allahın dinidir. Allah onu sadəcə olaraq ərəbə də nazil eləyibdir. Allah o əmrlərini sələm yemin, sələmin pulunu yemin, tək ərəbə aiddir o. Sələmin pulunu yeyən Azərbaycanlı da var, sələmin pulunu yeyən Türk də var, sələmin pulunu yeyən ərəb də var, ingilis də var. Ya oğurluq eləməyin, tək ərəbə aiddir o. Oğurluq eləyən Azərbaycanlı da var, ərəbi də var, türkü də var. Və yaxud da zina eləməyin, qumar oynamayın, o zinakarlara ki səslənir deyir, bunu eləməyin, tək ərəbə deyir onu. Ərəbə demir ki, Azərbaycanlıya da deyir, ərəbə də deyir, türkünə də deyir, rusuna da deyir, ingilisinə də deyir. Bu Allahın dinidir. Bütün insanlar üçün nazil elədiyi bir dindir. Bütün bəşəriyyət üçün. Bizi Allah yaradıbdır. Bütün millətləri, bütün xalqları Allah yaradıbdır. Allah İslamı nazil edib ki, yer üzünü İslam idarə eləsin. Yer üzü İslam qanunları ilə idarə olunsun və bu cür dəhşətlər olmasın, bu cür dəhşətlər yaşanmasın yer üzündə. Allah yer üzündə, yer üzünü idarə edən insanların ədalətli olmağını istəyir. Bu dünyanı da xilas edən insanlar yer üzündə özlərinə qarşı olduqda belə yenə də ədaləti qoruyan insanlar olacaqlar. Müsəlmanlar, Allaha təslim olmuş insanlar. Gecə gündüz Allaha ibadət edən insanlar. Ramazan ayını oruçlu keçirən insanlar. Namazlarında doğru düzgün olan insanlar. Allahın onlara verdiklərindən kasıba-küsuba paylaşan insanlar. Kasıba-küsuba bölüşdürən insanlar. Haqqı qoruyan insanlar. Bax, onlar da bu yer üzünü bu bəlalardan qurtaracaqlar. Amin inşallah. Bizdən Allah haqq hesab günü tarixdə nə baş vermişdi, sən niyə onu araşdırmırdın deməyəcək. Sən həmən günü nə inirdin? Sən niyə bölürdün, niyə parçalayırdın? Hər kəsin özünün şəxsi fikri ola bilər. Mən bu cür düşünə bilərəm, sən o cür düşünə bilərsən. Amma bu fikirlər müsəlmanları bir-birindən ayırmamalıdır. Bu fikirlər müsəlmanların arasına ixtilaf salmamalıdır. Yenə deyirəm, 3 dəstə tanıyıram. 3 dəstə. Sünni, şiə, Quran mərkəzli müsəlmanlar. Üçünə də səslənirəm. Kim bölür, kim parçalayır, kim özünü digərlərindən daha fərqli görür, kim özünü digərlərindən daha üstün görürsə, hamısına səslənirəm. Tövbə eləyin. Yanınızda da bu cür mövzuların danışılmasına izin verməyin. Allah bizimlə olsun. Allahın amanında olun. Allah Qəzzədə olan, Qəzzədə baş verən, Qəzzədə qırılan, Qəzzədə məhv olan, yer üzündən silinən o müsəlmanlara Allah yardım eləsin. Qardaşlarımızdır, bacılarımızdır. İstəyir sünni olsun oradakı, istəyir oradakı şiə olsun, istəyir oradakı Quran mərkəzli müsəlman olsun. Hamısı qardaşımızdır, hamısı bacımızdır. İslamda bir cəmaat var, bir cəmaat. Allah orada da qırılan bütün insanlara rəhmət eləsin və tezliklə yer üzündə müsəlmanların qalibiyyətini bərqərar eləsin. Amin. Bütün qələbələr yalnız Allahdandır. Bütün qələbələr Allaha məxsusdur. Amin. Allahın amanında olun. Allah hər birimizi qorusun. Amin ya Rabbim.